Salam izləyicilərim. İndi alça sezonudur. Məndə belə alçalar var və mən palçıq turşu düzəldirəm. Doğrayıram bunları. Üstünə bir stəkan su tökür, altını yandırıram. Qaynadıqca qarışdırmaq. Qaynamaya başlayandan sonra gərək bu alçanın kəpini yığmaq lazımdır və güdmək lazımdır. Belə ki, kəpi daşa bilər. Kəp azaldı, altını keçirdirik və gözləyirik ki, qaynama dayansın. Alçanın suyu çox çıxır və mən onu yığıram. Sonda deyəcəm niyə. Blender vasitəsilə bunu əzəcəm. İndi bunun mətnini çıxartmaq olar. Bura qoyduğum məti də atmaq fikrim yoxdur. Eləcə dedim, biraz soyusun ki, əlimlə yeyə bilim. Bunu indi yenə qaynamağa qoyacağım. 5 litrlik qazandır. Hardasa təxminən 4 litr var. Və mən buna 4 xörək qaşığı şəkər, xörək qaşığı da duz tökürəm. Yəni qaynamağa başlayanda yoxlayacağım ki, görüm bu hazırdır yoxsa yox. Onda kim ağız dadına görə istəyər şəkər qatar, istəyər duz qatar. Alça qaynayana kimi içindən götürdüyüm bu şirəni bağlamaq istəyirəm. Təmiz olaraq şirədir. Yadınıza gəlirsə, bir stəkan su tökmüşdüm. O da qaynayanda buxarlanıb. Amma bu alçanın şirəsi çox tuş olduğu üçün mən ona su əlavə edəcəm. Və şəkər. Yenə sizin ağız dadınıza uyğun olaraq. Alça qaynayır və kifayət qədər qatılaşıb.
Şirə də yetirdi, artıq qaynayır. Kəfini alaq və qablara tökək. Beləliklə alçanın palçıq turşusunu və şirəsini aldım. Bəyənirsinizsə videomla paylaşın. Sağ olun.